Biz qalibiz. Bunu bilsinlər. Bizim heç nədən qorxumuz yox. Bizim məktəbdə məğlubiyyət adında bir şey yox. Bu məktəbin məğlubiyyəti yoxdur. Bizim üçün zindan məğlubiyyət deyil. Məğlubiyyət deyil. Məğlubiyyət deyil. İndi sən Elhamdülillah Rabbil Alemin deyirsən, naqisdir. Sən yeyirsən yağlı yeməyi deyirsən Elhamdülillah Rabbil. O naqis Elhamdülillah. Elhamdülillah Rabbil Alemin o vaxt təkmilləşəcək ki, فَقُتْعَ دَابِرِ الْقَوْمِ الَّذِينَ ظَلَمُوا وَالْحَمْدُلِلَّهِ Rabbil Alemin. Quran buyurur. Biz zülmün kökün keçəndən sonra Elhamdülillah Rabbil Alemin dedik. O qədər zalim qövmlər olubdur ki, Allah onların kökün kesir. Ondan sonra deyib Elhamdülillah Rabbil Alemin. Həmd-i sənanın ən kamil mərtəbəsi budur. Zülmün kökün kesir. Telekanallarda orucluq proqramları hazırlamaqdansa lüt qızları çıxardacaqlar televizyon. Azərbaycanda da minlərlə namaz qılan, danışma ginən, danışma, ömrün uzun olsun. Danışarsan, tutub basarlar ha səni içəri, öldürərlər ha səni. Allahın işi yarımçıq qalar ha. Allahın işini təmmənə aparmırıq ki qabağa. 1400 ildir bu din gəlir, İslam dini və gələcək, qiyamətə zən gedəcək. Sən özünü aldadırsan, sən elə bilirsən dinin qəyyumu sənsən, sən bu ölkədə tutulsun, ölsün, din dayanacaq. Başlı aldadırsan sən, sənin ölməyinlə din dirilə bilər Azərbaycanda. Sənin zindana 15 illər düşməyinlə din güclənə bilər Azərbaycanda. Bu din bizim əlimizə bu cür gəlib çıxıb, dindarları böyüksüz görmüsünüz. Dindarların dağında Allah var. Biz qalibiz. Bizim məktəbdə məğlubiyyət adında bir şey yox. Bunu bilsinlər. Bu məktəbin məğlubiyyəti yoxdur. Burada ya ölmək var, ya qələbə var. Bizim üçün zindan məğlubiyyət deyil. Bizim üçün ölmək məğlubiyyət deyil. Bizim heç nədən qorxumuz yoxdur. Qur'andan belə çıxartmışıq. Allah fəsadı iki yoldan aradan aparar. Fəsad gərək aradan getsin. Zülm gərək aradan getsin. Bu Allahın qanunudur. Ya möminlərin əli ilə olmalıdır fəsadın yeryüzündən getməyi, ya da Allahın əli. Əgərləri möminlər əl götürsələr bundan, Allah mütləq aparacaq fəsadı yeryüzündən. Amma Allah istəyir ki, sizlərin əli ilə fəsad getsin. Biz elə bilirik, bu aləmdə bir dənə Allah, daha heç kəs yox. Bəziləri Allaha da qəbul edəmirik, deyirlər, mənəm burada. Yenə də biz yaxşıyıq, deyirik, biz və Allah. Başqa məxluqatı görmürük ki, Quran ayır. Sən Rəbbinin qoşunlarını heç kəs bilmir. Məgərin ki, Allahın özü, tamam məxluqat Allahın qoşunudur da. Qaldırar çayı biraz yuxarı, basar bütün evləri aparar. Boğar hamısını, qərq eləyər hamısını. Qoşun da Allahın qoşunudur. Allah bir belə həşəratlar yaradar, məhv eləyər hamısını. Bu quşlarla, əbabillə Kəbə sökənləri dağıtmadı. Niyə burada məscid sökənlərin başına əbabil quşları ilə daş dökülmədi? Deyir, sizin əlinizdən istəyirəm də. Daha möcüzələ o dövrlər getdi də. Bəs də tohidçi olmamışsınız. Peyğəmbər 73 dənə müharibə edib dərk eləməmişsiniz. İslamın yolunu başa düşməmişsiniz siz. Quran buyurur, haqqən əleyna. Ay insanlar, bizim boynumuzda haqq var. Sən ki durmusan məscidin müdafiəsinə qoymusan sökməyə, Allah deyir, mənim boynumda haqq var. Haqqən əleyna. Nəsrul müminin. Möminə kömək eləmək haqqı mənim boynumdadır. Vacibdir mənə möminə kömək eləyir. Dindən müdafiə vaxtı daha gərək oturmayacaq. Allah sənin köməyindədir. Qədirdə döyüşlərdə Quran buyurur, 5000 məlakə tökülmüşdür. Ağa Rəsulullah kömək edirlər. Sənin ölkəndə məscidlər xaraba qalır, sökülür, sən əyləşmirsən ki, bugün təqiyyə eləyək. Bugün təqiyyə eləyək. Bu günləri məscidlər sökülür, biz etiraz eləməyək, onlar bizi imtihan edirlər, əgər biz çıxsaq küçələrə, bizləri tanıyacaqlar, bizlərin başını daha da əzizləyirlər. Bu nə sözdür? Sən düşünmürsən ki, sənə Allah imtihan edir, görsün ki, bunlar nə qədər gediblər yuxarı, bunların mərifəti nə qədər gedib yuxarı, din qeyrəti bunlarda oyanıb, Allah imtihan edir bizi, nə şeytan, Allah imtihan edir, ona görə yox ki, bizi tanısın, Allah bizi əzəldən tanıyır, Allah imtihan edir ki, özünü tanı, neçə illərdə özünü aldadırsan, mən səni əzəldən tanıyıram, sən kimsən, kim olacaqsan, necə olacaqsan, axırın necə olacaq, sən özünü tanı. Quran buyurur ki, elə bilirsiniz, siz iman getirdikdən sonra sizi biz imtihan eləməyəcəyik, öz başına bıraxacaq. Xeyr, bu imtihan eləmək nə tənha sizlər üçündür, sizdən qabaqçı olanların hamısını imtihan eləmişik. İmtihanda bilinər münafiqlər kimlərdir? Din libasında gezən, gizlənənlər kimlərdir? İmtihanda bilinər möminlə qeyri-mömin. Ağa Behçət deyirdi, biz elə imtihan olunmamışıq, bilinsin ki, biz Hüseynçiyik yoxsa Yezidçiyik.
Yahya İbni Ümmüttəvil İmam-ı Səccadın dövründəydi. Bilirsən, Aşuradan sonra cəmaatın gözündə nə qorxu yaranmışdı. O bugünkü qorxu deyil ha, sizin gözünüzdə yaranıb. O elə bir qorxu idi ki, day imam başı vurub nizəyə aparmışdılar küçələrlə. Sən bu günləri bir nəfəri öldürsələr, o qədər qorxu düşəcəm var ki, imam başı vurub nizəyə aparmışdılar, hamının gözünü qorxutmuşdular. O dövrdə Yahya İbni Ümmüttəvil də var idi. O deyir, qalxdı Yusuf İbni Həccacın üstünə. O eləyə bilərdi, əyləşsin, təqiyyə eləsin, ondan sonra getsin, məktəb açsın, Quran dərsi desin, maarif yaysın, təbliğat eləsin, hamısını bacara bilərdi. Amma durdu Yusuf İbni Həccac, zamanın fironu, durdu onun üzərinə onunla mübarizəyə, ona etirazlara, deyir, onu getirdilər, astılar, dilini boynundan çıxartdılar. Bu xəbər İmam Səccada yetişdi, İmam Səccad onun üçün demədi ki, bu özünü verdi boş yerə, öz əli ilə özünü təhlükəyə atdı. İmam Səccad bu sözləri demədi o üçün. Dedi, o ölməyi ilə şiyyətliyin sütunu bərkidir. Bəli qardaş, sənin ölməyindən şiyyətlik bərkiyə bilər, İslam güclənə bilər. Aşura günü yevmə tublə sərairi, kiçik qiyamət, hər birini məzahirlə digərləri çıxdı meydana. O vaxtacan hər biri İmam Hüseyni görsəydi, gedərdi, ehtiramla salam olsun sənə, Əbu Abdullah. Belə eləyərdilər. O gün bilindi kim kimdir. Həmçinin də bu məscid hadisələrində həmin yevmə tublə sərair oldu. Və bundan sonra siz nə qədər bu istilərdə oruç tutacaqsınız, imtihanlar gələcək sizin. İmtihanlarımız ancaq orucluq mübarək Ramazan ayının gəlib iyul ayına düşmək deyil ki, Allah sizi canla imtihan eləyəcək, malla imtihan eləyəcək. Allah'a an verək qarşıdan gələn mübarək Ramazan ayının hörmətinə, bu ayın şəhidi Əmirəl-Möminin hörmətinə, o qarşıdan gələn imtihanların qabağında Allah bizi təbirli qərar versin. Biz qalibik. Bizim məktəbdə məğlubiyyət adında bir şey yox. Bilirsin, zindan məğlubiyyət deyil. Məğlubiyyət deyil. Məğlubiyyət deyil.